151 nömrəli sualdan başladıq. Bu sual bizdən soruşur ki, hansı cihaz rullara əsasən trafikə icazə verir və yaxud blok edir? Doğru cavabımız burada B variantıdır, yəni ki, firewall. Firewall özündən keçən trafikə polislərə əsasən və yaxud rullara əsasən icazə verə və yaxud blok edə bilir. Doğru cavab B variantı. Bu sual bizdən soruşur ki, firewall internet şəbəkədə rol nədən ibarətdir? Doğru cavabımız A variantı. A variantında deyilir ki, firewalllar unsecure networkdən secure olan networkə keçəcək hansı ki icazə vermiş trafiki, icazə vermiş paketləri müəyyəndir. Doğru cavabımız A variantı. Drag and drop suallardır, hansı ki soldakı cavabları sağdakı uyğun variantların üzərinə çəkməliyik. Burada birinci broadcast adresi var. Ondan əvvələ də qaydası olsaq, bu cihazın aldığı IP 192.168.1.20 subnet mask, default gateway. Biraz da yuxarı baxası olsaq, MAC adresi də burada görsənir. Broadcast IP'miz biz bilirik ki, bu 1.20 bu subnet maskla, yəni ki, slash 20 ilə yazılıbsa, broadcast IP 1 ilə başlayan axırıncı IP olacaq. Yəni ki, 1.255 olacaq. 1.255 broadcast IP-dir. Default gateway ilə biz bu yerdən də görürük. 192.168.1.1, yəni ki, 1.1 gətirməliyik default gateway-in üzərinə. Host IP adresi. Host IP adresi ilə biz bu yerdən də görürük. 192.168.1.20. Burada da gördük 1.20 host IP adresi uyğun gəlir. Last assignable IP address in the subnet. Bu subnetdə olan axırıncı istifadə yararlı IP-ni bizdən soruşur. Broadcast IP-ni biz bayaq tapmışdıq 1.255. Broadcast IP-dən bir dənə kiçik olan, yəni ki 1.254 olan isə axırıncı istifadə yararlı IP adresimizdir. Sonra MAC adres də elə burada da görsənir B8, sonu DF olan, həmçinin eyni MAC adresi biz burada da görmüşdük. B8 ilə başlayırdı, sonu DF ilə yekunlaşırdı. Peki, uyğun cavabları göstərdik. Hansı soldakıları, sağdakıların hansının üzərinə aparmalısınız deyə. Bu da drag and drop sualdır, hansı ki əvvəlki əslində biz buradan da doğru cavabları görə bilərdik. Doğru cavabları buradan da gördük. Keçək növbəti sualımıza. Bu sual drag and drop sualdır, hansı ki DNS ilə bağlı drag and drop suallardır. Bu birincisi bizə deyir ki, hansı servis hostnameləri IP adreslərə map edir. Yəni ki, bağlayır da deyə bilərik. Burada doğru cavab olacaq DNS. Sonra keçək ikincisinə. Resolution performansını artırmaq üçün local database-dən istifadə olunur. O local database-in adı bizdən soruşur. Cache onun adı. Sonra in response to client request queries name server for IP address information. Burada doğru cavabımız olacaq name resolver. URL-in bir komponenti hansı ki location-ı və yaxud organizationın növünü bildirir. Burada doğru cavabımız olacaq domain. Cisco device-larda hansı komanda ilə biz DNS servisini söndürə bilərik? No IP domain lookup. Burada Revel Solution-dan doğru cavabları görə bilərik. Elə indicə biz dediyimiz doğru cavablar burada görsənir. Bu birisi drag and drop sualı isə TCP və UDP aid olan suallardır. Paket hansı ki data kanal olmadan data kanalıya ehtiyac olmur. Hansı ki paketi transmit edərkən, göndərərkən. Burada doğru cavabımız olacaq UDP. Bu yerdə bizə deyir ki, paketləri göndərməzdən əvvəl client and server qurulması tələb olunur. Burada doğru cavabımız olacaq TCP. Yuxarıya doğru gedəcək. Device'lar arasında güvənilir file share'dən istifadə olunur. Bu da yenə də TCP-yə aiddir. Digəri isə deyir ki, streaming operationlarda without, yəni ki, minimum gecikmə ilə uyğundur. Yəni ki, streaming operations deyəsən, voice trafiki, video trafiki əsasən bunları nəzərdə tutur. Ona görə doğru cavabımız UDP olacaq. Doğru cavabları həmçinin burada da baxa bilərik. Elə indicə dediyimiz doğru cavabları burada da görürük. Bu sualda bu şəkildə görsənilir ki, hər
cihazın arxasında neçə dənə host ola bilər və bu sualımız bizə deyir ki, 10%-dən çox olmayaraq böyüməsi nəzərdə tutulur. Misal üçün, bunun üzərinə 10%-ni əlavə eləməliyik. Görək neçə dənə IP olacaq və ona uyğun bir subnet təyin eləməliyik interfeyslərdə. Notepaddə onu göstərmişəm. Burada da misal üçün R7-də 923 dənə host göstərilib, yəni ki, istifadə yararlı IP və 10% artımla 1024, 1015 dənə host ola bilər. Burada elə bir subnet seçməliyik ki, onun içərisində 1015 dənə host ola bilər. Misal üçün 1024 burada seçə bilərik. Ona uyğun bir subnet mask yazarıq interfeysi konfigurasiya eləyərkən. 1024-də biz bilirik ki, 2 dənə IP istifadə yararlı deyil, hansı ki network ID, broadcast IP, yerdə qalır 1022 dənə istifadəyə yararlı IP adresi. Sonra R8-də 225 dənə host görsənir, onun da üzərinə 10%-ni əlavə eləsək, təxminən 248 alınacaq. Burada da biz /24, yəni ki 3.255.0 götürə bilərik. /24-də ümumilikdə 256 dənə IP var, oradan ikisi istifadəyə yararlı deyil, hansı ki network ID, broadcast IP, yerdə qalır 252 dənə istifadəyə yararlı IP adresi. Ona uyğun interfeysi konfigurasiya eləyərik. R9-da isə 3641 dənə host var, onun üzərinə də 10%-ni əlavə eləsək, təxminən 4005 dənə host olacaq. Yəni ki, 4005 dənə istifadə yararlı IP-yə ehtiyac olacaq. Buna uyğun da bir subnet mask götürərək, hansı ki, onun içərisində 4096 dənə IP olsun, orada ikisini istifadə yararlı olmayan IP-ləri çıxası olsaq, 4094 dənə istifadə yararlı IP-miz qalsın. Burada biz konfigurasiya eləyəcək olsaq, doğru cavabımız C variantıdır. C variantında bayaq ki, burada notepaddə dediyimiz kimi subnetlərdən istifadə eləmişik. Misal üçün 2.255, 252.0. Burada ümumilikdə 1024 dənə istifadə yararlı IP, daha doğrusu 1024 dənə ümumi IP, 1022 dənə isə istifadə yararlı IP bu subnet maska uyğun gəlir. Sonra /24-ü demişdik, hansı ki R8 üçün, ona görə 3.255.0 olan subnet maskı götürdük. Sonuncuda isə R9-da isə biz dedik ki, 4005 dənə hostumuz var, hostumuz ola bilər. Ona görə elə bir subnet götürdük ki, orada 4096 dənə IP var, oradan da 4094 dənə də istifadə yararlı IP var. Doğru cavabımız burada C variantıdır. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, əgər switchin portuna biz təyin elədiyimiz POE-dən artıq gücə ehtiyac olarsa nə olacaq deyə. Burada doğru cavabımız D variantıdır. POE porta elektrik istifadəsi administrativ maksimum dəyəri keçərsə, hansı ki konfigurasiya olunmuş maksimum dəyəri keçərsə, hansı ki elektrik istifadəsi, port sönəcək və error disable vəziyyətində olacaq. Doğru cavabımız D variantıdır burada. Bu sual bizdən soruşur ki, spine leaf arxitekturasının funksiyası nədir? Burada doğru cavabımız A variantıdır. Yəni ki, end device'lar arasında trafikdə proqnozlaşdırıla bilən gecikmə təklif olunur. Doğru cavab A variantı. Bu sual bizdən soruşur ki, network device'larında data plane'də nə baş verir? Doğru cavabımız burada B variantıdır. Data plane başqa adıyla forwarding plane routerdan keçən paketlərin switching olunmasına cavabdehdir. Yəni ki, paketləri next hop'a, yəni ki, növbəti hop'a göndərəcək. Bu da doğru cavabımız B variantına görə. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, control plane'in funksiyası nədir? Control plane routerlar arasında routing məlumatlarını exchange etməkdən cavabdehdir. Yəni ki, bir router özündə olan routing məlumatını digər router'a göndərəcək. Control plane routing table yaradır, data plane isə paketləri forward edir. Burada doğru cavabımız ilə bayaq da dediyimiz kimi A variantıdır. Videonu artıq burada sonlandırıram.